Gələn il minimum əmək haqqı və minimum pensiyanın məbləği dəyişməyəcək. Bu məsələ 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb. Qeyd olunub ki, gələn ildə minimum əmək haqqı 400 manat, minimum pensiya isə 320 manat olacaq. Yaşayış minimumu və ehtiyac meyarı isə 15 manat artırılaraq 300 manata çatdırılacaq. Bundan başqa, əmək və yaşa görə pensiyaların orta aylıq məbləğinin artacağı gözlənilir. Qeyd edək ki, bu məsələlər Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin Əmək və Sosial Siyasət Komitəsi ilə birgə iclasında müzakirə edilib. Əmək pensiyalarının orta aylıq məbləğinin 2025-ci ildə 540 manat təşkil edəcəyi gözlənilir. 2026-cı ildə isə 590 manat olacağı proqnozlaşdırılır. Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 576 manatdan 53 manat artaraq 629 manata yüksəlməsi proqnozlaşdırılır. 2026-cı ildə İşsizlikdən Sığorta Fondunun hesabına 8000 nəfərin özünə məşğulluq proqramına qoşulması nəzərdə tutulur. Dünya Bankı ilə bağlanmış müqaviləyə görə isə əlavə olaraq 7000 nəfər özünə məşğulluq tədbirlərinə cəlb ediləcəkdir. Müavinət, təqaüd və kompensasiyalar üçün 2 milyard 144 milyon manat, ünvanlı dövlət sosial yardımı proqramının maliyyələşdirilməsi üçün 465 milyon manat, haqqı ödənilən ictimai işlərin təşkili üzrə xərclər üçün isə 141,7 milyon manat vəsait nəzərdə tutulmuşdur. Qeyd edək ki, növbəti il üçün yaşayış minimumu və ehtiyac meyarı həddinin 285 manatdan 300 manata, yəni 5,3% artırılması da proqnozlaşdırılmışdır. Şəhid ailələri, müharibə əhalilərinin mənzillə təminatı proqramı üçün növbəti ildə 50 milyon manat vəsaitin xərclənməsi nəzərdə tutulmuşdur.